Qəlbinizi rahat tutun. Yəni insan şikayəti varsa, kimsə onu incidibsə, şikayətini Rəbbinə etsin. Bax, kimsə sizə zülm etdi, düzdürmü? Haqqınıza girdi, zülm etdi, nə bilim, sizin haqqınızda danışdı. O zaman şikayətinizi Rəbbinizə edin. Bilin ki, o ən gözəl dostdur, ən gözəl eşidəndir və ən gözəl yardım edəndir. Necə ki, Yaqub aleyhissalam buyurur ki, mən şikayətimi, hüzünümü, qəmimi, bütün sıxıntılarımı yalnız Allaha deyərəm və sizin bilmədiyiniz şeylər haqqında mən Allah haqqında bilirəm. Siz bilmirsiniz, mən Allah haqqında çox şey bilirəm. Yəni bilirəm ki, o haqq, ədaləti yerinə qoyandır, haqq hesabı gücdə edəndir. Və ona görə hər hansı bir məsələdə, hər hansı bir sıxıntıda qəlbimiz rahat olmalıdır. İnsanlar sənin haqqında danışsa, bil ki, qeybət etdilər və bil ki, sən qiyamət günü, əgər onlar səndən bu dünyada halallıq almasalar, qiyamət günü sən onlardan yaxşı əməllərini alacaqsan və hətta qiyamət günü təmənni edəcəksən ki, kaş onlar gecə gündüz dayanmadan sənin haqqında danışardılar ki, sən onların namazlarından, oruclarından, həclərindən, ümrələrindən, sədəqələrindən, yaxşı əməllərindən götürəsən. Ona görə Allaha təvəkkül et, qəlbin rahat olsun, özün rahat ol, şikayətin varsa, sözün varsa, ən yaxşı, ən gözəl dost olan Allaha şikayət et, ən yaxın olan Allahdır, onunla danış.